Salam dəyərli izləyicilər. Demək, bu gün göstərməyən məhsullardır demək. Bu yemişan sirkəsinin demək ürək üçün çox faydalıdır. Sonra bunlar hamısı cənnət almaların sirkələridir, ikili sirkələrdir. Yemişanın, yemişan deyirəm, zaten çaytikanın sokudur demək. Çaytikanın soku da balla qarışdırılıb bir kilo bala. Kimin mədəsinə xora yarı eroziya varsa çox gözəl kömək eləyir. İlk burnu bəhməzidir. Təbii sarı kökdür. Şam balı demək. Sofi oğlu arıçılıq təsərrüfatının balıdır. Bu balın bütün növləri var. Çək balı var, dağ balı var, lavanda balı var. Yəni ballardan istəsiz çatdırma var. Bir də var belə şam qozasının bəhməzi demək. Şam qozasının bəhməzi quru öskürəkləri kəsir. Demək mən karantin verirəm. 3 günə lübo öskürəklər kəsir. Asma, bronxit, faringit, laringit xəstələri üçün bu inanılmaz faydaları var. Tut bəhməzi var. Kimin qan azlığı varsa tut bəhməzində istifadə edə bilər. Bir də bax belə bir dənə öksü otudur demək. Belaya omega gedir. Bu onkoloji xəstəliklərdə çox gözəl rol oynayır demək. Rak hüceyrəni dondurur. Həm doğal ağrı kəsicidir. Harda ağrılar varsa, əsəb xəstəlikləri, kimdə qulağında səs-küy varsa, əla köməkliyi. Bir də miqren ağrıları üçün, baş ağrıları üçün. Yəni əla bunun köməyi var. Bu məhsulun hamısından çatdırma var. Səhifədə nömrə var. Müraciət edərsiniz, göndərə bilərəm. Sağ olun, var olun. Allah canınızı sağ eləsin. Xəstələnməyin.